Herkese salam, mən Çinarə, kanalıma xoş gəlmişsiniz. Uzun bir aradan sonra, hardasa 5-6 aydır, bəlkə də çoxdur ki, mən vlog paylaşmıram. Hal-hazırda İstanbuldayım, artıq bir həftədir İstanbuldayım, amma heç nə çəkməmişəm. Çünki həmişə unudurdum, çəkməyi düşünürdüm, amma unudurdum nəsə. İndi isə gedirik bir yerlərə, dedim, vlog başladım. Adem qucağımdadır, ona görə biraz nəfəs almaqda çətinlik çəkirəm. Hələ gedək görək hara gedirik. Küləkdir biraz da. İndi Beşiktaş iskelesinə doğru irəliyirik. Oradan gedəcəyik, qarşı tərəfə keçəcəyik. Diyecektim ona denk gelebilir mi de erken kalkacak ama. Aden yatmışdı, indi uyandı. Biraz keyfi yoktu sanki. Hal-hazırda Üsküdar'dayıq və buradan taksi ilə gedəcəyik Çamlıcaya. Adin! Adin yetmişdi. El elə. Adin kameraya el elə. Ay Adin. Adin. Kameraya el elə, el elə. Bay bay elə. Ay Adin. Çamlıca Tepesi denilen bir yer var orada. Çekeceğim daha da sizin için. Bayrağı seyretmeye gelmişiz. Bu karşıda gördüğümüz gülle kimi yerde ne deyirlər ora? Ne deyirlər oraya? Burada manat götürmürlər. Çok tərsli. Ona ne deyirlər? Çamlıca Kulesi. Çamlıca Kulesi deyirlər. Üst hissəsi bizim Telegülle kimi bir yerdir. Üst hissəsi restorandır. Bütün İstanbul'u oradan görə bilərsiniz. 40. mərtəbəsi restorandır. 34. mərtəbəsində seyretmə şəkisi. Yəni orada çıxmaq olar. Biz de buraya gelmişik ama Burası Çamlıca. Aslında burada bu halqaların içində körpü mənzərəsi olmalıdır ama hələ də onu görmürəm. Taparım sen inşallah. de körpünü görmürük. Neyse gidelim. Ümidimizi üzmürük. Bu boyda yol gelmişik. Düşünün ki biz karşıdan geçmişik bu bir tərəfə. Bura gəlib bir körpü mənzərəsi izləmək üçün yəni. Dedik ki heç kimin gəlmədiyi bir yer olsun. Gedək ki maraqlı olsun. Böyle çok da maraqlı bir şey görmürəm. Hele tam ətraflı sizin üçün də çəkeyim. Bu bayrağı az önce çekmiştim ben. Adin de koydu ortada. Adin! Buradan geçək güneş batımı izlənir. İndi bilmirik bu güneş gah çıxır, gah batır, gah çıxır, gah batır. Bilmirik indi bu güneş batacaq. Biz o batışı izləyə biləcəyikmi ya? Yox. Burada da piknik. Ha, burada piknik yapmak yasak yazık. Harda da piknik yapırlar bunlar. Neyse gedək görək qabaqda nələr var. Burada da bir dənə bayraq var. 2 dənə bayraq var. Bayram. Hə, piknik edilən yerlər buralardır. Hələ də körpünü tapmamışıq ama. Bir də ki düşünürəm ki, bütün haralara gedirəmsə onların hamısını bir vloga yerləşdirim. Tek vlog eləməyim ama biraz uzun ola bilər. Neyse. Nefesim kesildi. Hə, körpünü tapdıq. Deyə bu millet durup ayaktan burada çəkəcək. Neyse buradan şekillerde başka cür görsənirdi ama neyse daha gelmişiydi onsuz da. Gözlüyün. Bakın burada çocuğu var. Gözlüyün. Akşam burada olabilir. Öz yaxınlaşdığını görün. Sosial təhsilat yapsın. Münasib qiymətli yedirsin. Yəni. Hə, buradan daha yaxşı görsən. Təsəlli. Bu kadar yol gelmişik dahi.
Hadi. Hadi. Her yerde çay tabii ki de. Ben çay hastasıyım. Burada da çay. Şimdi daha kaydırıp. Özüme Nike'dan bir krosovka aldım. Eve geldim. Açıp sizinle de bölüşeceğim. Grup adımcan almışam. Burada yolun da ortasında bunu izah ederim. Neyse. Grup adımcan almışam. Grup adımcan dolması pişireceğim. Türk sayağı. Onu da TikTok'ta paylaşacağım. Artık edilecek hiçbir şeyin kalmadığı için dedim gelin bazara. Neyiniyim? Bugün ayın hələ səhv eləməmişsə ayın 10-udur. Mən 22-si Bakıya qayıdacağım. Yəni 12 günüm var. Bir ara çalış. Görün nə gözəldir burada. Belə bazarda düzülüş. Sərgəli düzüblər. Məni Bakıda öldürələr bazara getmərəm ha. Neysə burada maraqlı gəldiyi üçün gəlmişəm. Ne alacağımı sorursanız yüksek ihtimal meyveler gözəl görsər meyve alaram. So. Ama bəzi tərəvəzlər var ki, məsələn bizdə yoxdur deyə düşünürəm. Əncirlərin gözəlliyinə baxıram, necə gözəl görsənirlər. Demək burada bazarlar iki hissədən ibarət olur. Bir hissəsi meyvə, tərəvəz olur. Bir hissəsində isə belə tekstil və giyim falan olur. Böyle çantalar da var. Şeydir, parça çantalar. Materiallar pisdir, geçeydi. Böyle burada da böyle fake giyimler satırlar. Ve böyle xalçalar falan da var. Onda material. Trendyol məhsulları. Giyimler var. Geçeydi, keten şalvar falan var. Geçeydi. Zara, fake Zara. Kurtlar var, şortikler var. Şimdi də metroya düşmüşük. Metroda hər şey satılır. Bizim əvvəlki metronun daha müasir variantıdır. Hətta küçə ifaçısı belə var metroda yani. Bu olayı sevdim. Bu ne de o? Adamı niye belirürse? Çəkmə bir şey. Yok, metronun lifti. Aa, adam eğrim yürüm gösterir. Xarabdır. Lazım bir yerlər. Ha, geldik burada çıktık. Buraya ilk dəfədir gəlirəm. Daha önce Vailant'a getdik ama Vailant'dan vlog yoktu çünkü çəkməmişəm. Əgər bir də getsəm çəkəcəm. İndi biz bu qayıqlara minəcəyik. Aden xanıma Nike'dan ayakkabı almaq istəyirik. Əslində mən bunu istəyirəm. Məndə də qara var. Dəst geyinəlikdir. Yüksək ihtimal ilə bunu da alacağım. Belə nədir bu? Fake pizza kulesi. Ha? Hatta başka ne olacaq? Buralar da qırılıb. Nəysə. Qəşəydir. Buranı bəyəndik. Vailant'a qəşəydir. Vailant'ın bir fərqli növüdür. Biraz değişik varyantı. İndi burada qayığa minəcəyik. Qiyməti 350 TL'dir adam başına. Bu hissədə isə belə restoranlar var. İndi biz də gedirik. Biri harda otururuq. Acımızdan ölürük çünkü. Bir de kızım, güzel kızım. Ha? Sen video çeksem yaxşı olacaq. İmkan versə çəkəcəm. Belə bir yer var. Venezyanın içərisindədir. Çarşı, bazar deyə. Böyle bir şeyler satın. Biz yenə də qarşıdayıq və gedirik Qız Qalasına. Türklərin Qız Qalasına. Burada böyle yarmarka var. Maraqlı bir şeyler satırlar. Gəlin bura baxaq görək nə var. Belə
əl işi, aksesuarlar, ev aksesuarları və s. Hadi. Hadi. Burada belə balıq tuturlar dənizdən, icazə var yəni. Yığırlar öz qablarına, yəni hər bir vətəndaş gəlib bunu edə bilər. Hal-hazırda gəldik Ortaköy'ə. Abla onu buraya getir abla. Azerbaycan, Azerbaycan. Mənim qızım hər zaman olduğu kimi gördüyü hamıya əl eləyir. Deməli saat 3'ə qalıbdı. Mən bacımcının ağlına uyub çıxmışam gəzməyə. Şimdi də evin yolunu tapmağa çalışırıq. Biz bu istiqamətdə qalırıq. Trump AVM'nin alt hissəsində. Və oraya getməliyik. Neyse, yolu tapsaq gedəcəyik inşallah. Çek bunları, çekeyim sana. Dambur, 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 dambur. Burada Haliç stansiyası var. Hansı ki körpünün üzərindədir. Metro sizi körpünün üzərində düşürdür. Və belə dəniz mənzərəli bir stansiya. Danışa da bilmədim. Aden qucağımdadır ona görə. Az önce biz oradan geldik. Belə. Bu hissə isə dənizdir. Buradan özümüze bir şeyler aldık. Bu Padnus'tan aldım özüme. Bunun biləmirəmsə, bilmirəm, ya Ortaköy'de olmalı ya da nəsə belə bir şeydə İstanbul'a ait olanı da almışam. İndi də Balat'a ait olanı aldım. Martılara gel gel deyir adın. Biz Venedik'e bir daha geldik. Ama çok uzaktı. Merkezden çok uzaktadır. Bir de mənfisi var. Tam karşısında həbsxana var. Həbsxanayla üz-üzədir. O biraz belə də həm çox tıxac yaradır, həm belə nə bilim aurası yaxşı olmur. Neysə. İkinci dəfə gəldik. Sırf yəni buranı görmək istəyən bir nəfər var idi onun üçün. Yoxsa özümüzdən olsa bir daha təbii ki də gəlməzdik. Çünki bizim qaldığımız yer mərkəzdir. Burası ise çok uzaktı ora. Hem taksiyle de çok uzaqdı. Metro ile de eyni şekilde çok uzaktı. Yani bir dəfə gəlmək olar. Amma tekrar gəlmək məsləhət deyil. Pius'daki mağazalarda ekstra bahadır. Yəni gərəksiz bahadır. Mərkəzdə demək olar ki, buradan daha yaxşıdır qiymətlər. Belə. Bir dənə bu qayıq mövzusu yaxşıdır. Şu. Yəni geri qalan normal mağazalar,
Ümumiyyətlə sizə deyim ki, Bakı ilə elə də fərq yoxdur arasında. Ümumiyyətlə deyərdim ki, hətta Bakıda daha münasib qiymətədir geyimlər, nəinki burada. Təbii ki də bu məşhur markalardan söhbət gedir. Buranın öz istehsal etdiyi geyimlərdən yox. Yenə də mən YouTube-a neçə vaxtdır ki, video paylaşmıram. Ona görə də YouTube-a video çəkməyi unuduram hər zaman. Demək, Beşiktaşa gəldik. Instagramdan məni izləyənlər bilir. Orada biraz belə gəzdik, əyləndik. Gecə saat 4-dür. Sonra gəldik Beşiktaş sahilə. Burada nəşə biraz belə su dalğalandı, hal-hazırda yatıbdı. Əslində belə idi, amma Instagramda məni İstanbul önə çıxartmamı istəsəniz görərsiniz. Orada belə dalğalar daha möhkəm gəlir. Nəysə. Onu gördü, bacım həyəcanlandı. Dedi ki, durun gedək evə. İndi evə gedirik. Saat neçədir? Tusuna. Sel gəlir, ay xəyəli, sənə aparacaq. Saat 4-də işləyib 20 dəqiqə. Çox qəşəngdir, sakitçilik. İstanbulu belə düşünmürəm ki, hansısa bir vlogger deyim, yəni necə deyim, youtuber. Nəysə, belə bir tempini çəkib sizinlə bölüşsün. Çox sakitçilik. Saat çünki 4-də işləyib də hamı yatır. Aşka kuşkaları buradadır. Çox qəşəng. Bugünkü rotamız Qalata Kulesi və Taksim. Sabahda inşallah Büyük Adaya getməliyik, gedə bilsək. Artıq bu yoxuşları düşə-düşə bir təhər olmuşam. Böyrəyimdə nə ki daşlar var, hamısı sirkələnib, böyrəklərim ağrır istəyir. Neysə, amma yerdə gəzməyirlər. Belə göstərir. Belə harada da belə qarışıq-quruşuq yollar var, orayla gedirik də. Binadır. Özel mülk girilməz. Bura nədir bilmiyoruz. Belə bir yerin qarşısından keçir. Çox qəşəngdir. Yəni sevdim buraları.